Mən Mustafayev Sənan, 4-cü yüksəliş müsabiqəsinin qalibiyəm. Hal-hazırda Paşabank ASC-də Hesabatlıq Departamentinin direktoru vəzifəsində çalışıram. Yüksəliş müsabiqəsinə qatılmağı mənim yarımfinalda iştirak edən iş yoldaşım tövsiyə etdi və mənə bildirmişdi ki, qalib gəlmək şansım çoxdur, ona görə qatılmağı tövsiyə etdi və mən də qatıldım. Növbəti mövsümdə iştirak edəcək şəxslərə müsabiqəyə hazırlaşmaq üçün hansı tövsiyələri verərdiniz? Yüksəliş müsabiqəsinə hazırlıq üçün xüsusi bir metodu yoxdur. Bu, illər ərzində yığdığınız təcrübə və bacarıqları nümayiş elətdirmək üçün bir platformadır. Yeganə tövsiyəm ondan ibarət olacaq ki, yarış boyu səbirli olmaq lazımdır və həmçinin fiziki hazırlıq da çox önəmlidir. Sizcə hər dəfə daha böyük həvəslə müsabiqəyə qatılmaq olar? Ruhdan düşməmək üçün nələr etmək lazımdır? Siz əgər ikinci və yaxud üçüncü dəfədə yüksəliş müsabiqəsinə qatılırsınızsa və qalib gələ bilməmisinizsə, buna bir uğursuzluq yox, buna bir təcrübə kimi baxmağınızı tövsiyə edərdim. Belə olduğu halda ruhdan düşməyiniz olmayacaq və yenidən müsabiqəyə qatılacaqsınız. Sizi yüksəliş qalibi edən 3 önəmli faktor. Birinci faktor səbirli olmaq idi bütün müsabiqə boyunca. İkinci faktor final və yarımfinal mərhələlərində yuxu rejiminə fikir vermək idi. Üçüncü faktor isə yumor hissini mütləq şəkildə unutmamaq lazımdır yarış boyu.